Xətai rayonu Rəşid Bağırov 3612B ünvanında kollektor üzərində tikilmiş 2 mərtəbəli evin sökülməsi qərarı alınıb. Aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb. Bildirilib ki, gələcəkdə oxşar alanın digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və xəttin bərpası zəruri hesab olunur. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, müavinləri, Suraxanı rayon MKTB-nin rəisi, Suraxanı Su Kanal İdarəsinin və digər qurumların əməkdaşları ilə birgə rayon ərazisində yağışın fəsad törətdiyi ərazilərdə baxış keçirib. Reh başçısı atmosfer yağıntılarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işlərlə yerində tanış olub. Adil Əliyev yağış sularının toplaşdığı ərazilərdə mövcud problemlərin tez zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib, əlavə nasos motorlarının, həmçinin texnikaların əraziyə cəlb olunması üçün göstərişlər verib. Qeyd edilib ki, hazırda Zığ qəsəbəsi Dədə Qorqud adlandırılan yaşayış sahəsində yağışın fəsadlarının tamamilə aradan qaldırılması üçün Reh tərəfindən 330 metr iri diametrli borular, beton yüklar, dəmir yağış barmaqlılar alınıb və Suraxanı Su Kanal İdarəsinin işçilər tərəfindən ərazidə drenaj xəttinin çəkilməsi işləri aparılır.